Allah, başladıq. Bir dənə ekran görüntüsünü də yoxlayaq. Hı. İlk onluqdan hansı səhvimiz varsa, buyurun səhvləri deyin. Baxaq görək ilk onluq. Yoxdur səhv. 5. 5. Müəllim, mən həm də özümdə belə bu suallara çətinlik çəkirəm. Bildim. İndi Tunç dövrü, burada Tunç dövrü də daxildir. Düzdür, demişdim Tunç dövrünü bir dəfə oxuyun, amma oxumasaz da belə zaten izah veriləcək. İndi burada suallar üzərində də sizə bəzi izahlar veriləcək Tunç dövrü ilə bağlı. Gələn dərsdə Tunç dövrünün davamı və suallarla gedərik. Bugün də vaxtımız qalsa, testlərdən vaxtımız qalsa əlavə izahla davam edərik. Bax, bu tipli testlər sxem testləridir. Ləman, sxem testlərində biz diqqət eləməliyik. Bir bu tərəfə, bir də rəqəmin qoyulduğu dövrə. Bax, fikir ver. Birinci nömrədə baxırıq. İlk şəhər mərkəzlərinin yaranması. İlk şəhər mərkəzləri Orta Tunç dövründə yaranıb. Tunç dövrünə aid prosesdir və bizim ən qədim şəhərimiz Naxçıvan şəhəridir. Orta Tunç dövründə yaranan. Bəli. Xəritə üzərində onu sənə Naxçıvan ərazisini bir daha göstərərik. Xəritədə də yadında qalsın. Bax, bunu götürüb neolitə veribdir. Neolitdə ümumən şəhər, ilk şəhər məskənlər deyə bir anlayış yoxdur. Bu getdi. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu da Tunç dövrünə aid bir prosesdir. Belə danışaq da indi bunu. Sən oxumusan, Aynişan oxumayıbdır. Aynişan, keçən il yadında qalanlardan bəlkə sənətkarlığın müstəqil sahəyə çevrilməsi ilə bağlı nəsə yadında qalıb? Mən deyim. Gözlə. Orta Tuncuydu. Orta Tunçdur. Neçənci ictimai əmək bölgüsüdür Aynişan bu? 2. İkinci ictimai əmək bölgüsü, bəli. Baxın, bunu yanlış başa düşmək lazım deyil. Məsələn, sənətkarlığın deyir ki, müstəqil sahəyə çevrilməsi. Yəni, bu nə deməkdir? Sənətlə məşğul olan insanlar artıq əvvəlki kimi, məsələn, əvvəl var idi, həm əkinçiliklə məşğul olurdu, həm sənətkarlıqla. Həm maldarlıqla məşğul olurdu, həm sənətkarlıqla. Yəni, fərqli-fərqli işləri buraxır, yalnız bir işlə. Məsəl üçün, müəllim həm ticarətlə məşğuldur, həm müəllimliklə. Yəni, o öz işinə vaxt çatdıra bilməz axı. Birini seçməlidir. Məsələ odur. Bax, sənətkarlığın müstəqilləşməsi, sənətkarın yalnız sənətkarlıqla məşğul olması Orta Tunç 2-ci ictimai əmək bölgüsü olaraq bilinir. İndi bax, burada 2-yə baxırıq. 2-nin sxemi ilə düşəndə eneolit. Eneolit olmaz. Amma 3-ün sxemi ilə düşəndə, fikir verin bura, Orta Tunç. Demək, biri elə Orta Tunçdur. 3. İlk metal əldə edilməsi. Ləman, ilk metal hansıdır? Mis. Aynişan, bəs ilk süni metal hansıdır? İlk süni metal tunç. Tunç. Bəli. İlk metal nə vaxt kəşf olunur, Ləman? Bir dəqiqə. Həmən o, bilirəm. Yadımdan çıxdı adı. Aynişan deyə bilər bizim üçün. Enolitdə. Enolitdə, bəli. Eneolit, mis daş dövründədir. Mis daş. Yadımdan çıxmışdı. Bəli. Baxın, indi ilk metalın əldə edilməsi işarə aparsaq, gedir 4-cüyə.
dördüncüdə də erkən dəmir verib. İlk metalı misdir. Mis dəmir dövründə tapıla bilməz axı. Və Bəli. avtomatik səhv. Oturaq həyata keçid. Ləman, oturaq həyata keçidlə bağlı mən bir şey danışmışdım. Genişlənmə. Baxaq görək məntiq olaraq oturaq həyata insanlar nə vaxt, necə keçirlər. Yapacaq. Bir dəqiqə səslənirik. Müəllim. O proqramdan gəlir. Tez ol Ləman, tez ol biraz. Aynişan, oturaq həyata keçməklə bağlı danışdığımız yadındadırmı? Bəli. Nə baş verir, oturaq həyata keçirlər insanlar? Neolit dövründə oturaq həyata keçirir insanlar. Səbəbi də birinci insanlar yığıcılıq, əkinçiliklə məşğul olurdular deyə məcbur köçəri həyat yaşamalı olurdular. Amma Neolit dövründə artıq insanların peşələri yarandığına görə artıq oturaq həyata keçirdilər. İndi peşələr deməyək də, orada belə deyək. Bir balaca burada başa düşmədiyin hissə var. Qoy Ləmanın da fikrini alaq. Səhv demirsən ha. Sadəcə bir balaca qarışdırdığın hissə var. Ora qayıdacağam. Ləman, sən fikrincə, bu oturaq həyata keçməklə bağlı hansı prosesi danışmışdıq biz orada? Demişdiniz ki, müəllim. Bir dəqiqə. Bilirəm. Yox, Nişan gətirdi, bir balaca qarışdırdı. Demişdiniz ki, insanın yaranmasından keçmişdi. Bax, Aynişan, sən yanlış yeri düzəldək. Sən əslində orada dedin ki, insanlar ovçuluq və əkinçiliklə məşğul idi. Deməli idin ki, ovçuluq və yığıcılıqla məşğul idilər insanlar. Əkinçilik yarandı və neolitdə də, mezolitdə əkinçilik yarandı. Neolitdə sənət sahələri yarananda orada daş cilalamaq sənəti toxanı ixtira etdi. O daşı cilalayan, deşən sənətkar toxanı ixtira etdi. Toxanın ixtirası ilə əkinçilik daha güclü inkişaf elədi. Dəri işləmə və toxuculuqla isə axı orada yuna ehtiyac var, dəriyə ehtiyac varsa maldarlıq inkişaf edir, düzdür? Bunlar inkişaf edirdisə, demək insan da istehsalla özü, öz əməyi ilə öz qidasını, öz tələbatını ödəyə bilirdi. Onda onun artıq yığıcılıq, ovçuluğa, dolayısıyla köçəri həyat sürməyə ehtiyacı qalmırdı və neolitdə oturaqlaşırdı. Sən yəni bunu demək istəyirdin, bir balaca orada qarışdırdın, eybi yoxdur. Tam aydın oldu bu hissə. Qaranlıq qalsa geri dönüş eləyin. Bax, burada görsən, neolit olmalıydı. Bax, burada altını veribdir, eniolit verib. Olmaz. Xeyr, neolit oturaq həyata keçiddir. Bəli, neolit, baba 5-də neolit veribdir. Oturaq həyata keçid. Aydındır. Bəli. 3 və 5, B variantı. Ona kimi səhvimiz varsa gəlsin. Buyurun. Yoxdur. Ona kimi yoxdursa 20-yə kimi. Heç bir səhvi qaçırmayın. 19 var. 19. Uyğunluq gözlənilmişdir. Düzgün olanı seçməliyik. İndi Aynişan, sənlə gedirik bu sualı. Aynişan, yığıcılıq və ovçuluq ilk insanın ilkin əmək fəaliyyətidir. İndi yığıcılıq və ovçuluqda insanın böyük bir istehsal qabiliyyəti nəzərdə tutulur. Xeyr, o istehlaka aid. Bəli, istehlak mənimsəməyə aiddir. Bu getdi.
Kür-Araz mədəniyyəti. Kür-Araz mədəniyyəti hələ ki keçməmişik, amma yadında qalıbsa denən. Hansı dövrün ola bilər Kür-Araz mədəniyyəti? Tunc dövrü. Tunç dövr. Hansı Tuncun? Laman deyə bilərsən hansı Tunç dövrünün? Ortaydı. Yox. Orta Tuncu. Erkən Tunç. Yok. Bax buraya yazıram. Erkeklerdi. Sonra videodan qeydlər çıxardarsınız. Sizin Allah qoysa bir də dərsimiz bazar günü olacaq demişdim da, eləmi? Bəli. Bazar günü bu dərsi hazırlamayasınız. Dərsi biraz çox verəcəm. Bir də həftənin ikinci gününə hazırlayasınız. Bazar günü 11-in dərsini keçəcəyik. Həm sizlə, həm digər qruplarda. Birində şənbə günüdür, sizdə bazar günüdür. Kür-Araz mədəniyyəti. Erkən Tunca aiddir. Erkən Tunç dövrü. Siklopik tikililərin yaranması isə, baxın, siklopik tikili qalaça, digər adından qalaça deməkdir. Bunları tayfa başçıları qurdururdu. Nəyə görə qurdururdu? Özlərini qorumaq üçün, var dövlətlərini qorumaq üçün. Demək, siz təsəvvür edin ki, bərabərlik o həddə çatıb ki, artıq bunlar özlərini qorumaq üçün qalalar tikdirir. Siklopik tikililər tikdirir. Demək, bu qoca son Tuncu əhatə edir. Bax, siklopik tikililərin yaranması son Tunc, Kür-Araz mədəniyyəti erkən Tunc. Heç bir-birinə uyğunlaşmır. Kür-Araz mədəniyyəti erkən Tunc, şumlama zamanı qoşqu heyvanlarından istifadə olunması. Deyə bilərsənmi? Bax, bunu keçməmişik aynı şan. Amma bir məntiqi olaraq keçdikləri və əsasən tapa bilərsən. Erkən Tunç, Kür-Araz mədəniyyəti erkən Tunçdur. Erkən Tunçda kişilərin hüququnu artıran, ana xaqanlığına son qoyub, ata xaqanlığının yaranmasına səbəb olan hadisə hansıdır? Qoşqu heyvanları da Qoşqudur, amma orada nə ixtira olunur toxağın əvəzinə? Daha dərin şumlama, daha dərin torpağı daha dərindən və tez şumlamaq üçün. Xış. yadım. Xış. Bəli. Toxa xışla əvəz olunur. Xış varsa mütləq xış qoşqu heyvanlarından istifadə edir. Yaxşı. İndi qoşqu heyvanı varsa orada kişi gücünə ehtiyac var. Çünki o xışı toxunan fiziki güc lazımdır. Beləliklə ata xaqanlığı öz yerini alır. Ona görə də biz deyirik ki, xış yaranan dövrdə qoşqu heyvanları da mütləq vacibdir. Yaxşı. Bax, cavabımız C olacaq, amma digərinə də baxaq. Boyalı qablar mədəniyyəti. Boyalı qabları erkən Tunç dövrünə yazılır. Biz bayaq dedik də, erkən Tunç Kür-Araz mədəniyyətidir. Düzdür? Ona görə boyalı qablar bəs hansıdır? Orta Tunç dövrü. Yaxşımı? Əkinçilik, istehlak. Əkinçilik istehsaldır. İstehlak qətiyyən olmaz. Anlamadığın, qaranlıq qalan bir hissə var burada. Xeyr, mən başa düşdüm. Sən başa düşürəm. Belə deyək. Biraz 9-dan 10-dan getmişsən. Kursda biraz uşaq sayıda çox olur. Qiymət də aşağı götürürlər. Hamı öz suallarını verib çatdıra bilmir. Müəllim də əzbərki deyə gedir. Biraz izah prosesini az verirlər. Neçə dəqiqədir kursda dərslərimiz? 50 dəqiqədir. Sinifdə də 15 uşaq var. Hər sinif. Hə, bilirəm də, ona görə deyirəm. İndi mən düz deyib, mən də o qədər yığa bilərəm. Prosto mən o qədər yığmıram. Məsələn, qrupdursa, siz də ora qata bilərəm əslində. O keçənçi qrupdur, keçən il yığdığım. Onlarla mən səni apara bilmirəm o qrupla. Mən səni o qrupa salsam, gərəksən heç nə öyrənə bilməyəsən. Ona görə nə qədər ki bu qrupdasan, suallarını ver gəlsin. Yaxşı?
De gəlsin. Laman indi qoşdular. Yəqin ki, problem yarandı internetində. Buyur. 26. 26. Hə, bu da Tunç dövrünə aiddir. Əsasən bunlarda sən səhvlik eləmisən. İndi o dövrlərdə bir izah verdikcə tam qaydasına düşəcək. Laman nə baş verir? Niyə sən tez-tez çıxıb qatılırsan? İnternet olur. Ona görə internet problemi yaşayıram. Yaxşı. İnternet müəllim. Axırıncı Aynişanın izahına baxdıq. 26-ya kimi səhvim var. Bir dəqiqə. Yoxdur 26 kimsəfin. Aha. Azərbaycanda ata xaqanlığının mövcud olduğu dövrdən fərqli olaraq ana xaqanlığı. Bayaq dedim ha ki, qışın yaranmasıyla anaların hüququ sona yetdi, ataların hüququ önə keçdi. Fiziki güc. Erkən Tunçda ata Bəli. xaqanlığı. Erkən Tunçdan sonraki dövr ata xaqanlığıdır. Bəs ana xaqanlığı nə vaxt yaranmışdı Aynişan? Üst paleolit. Üst paleolit. Hansı insanla başlayır bu? Homo sapiens. Homo sapienslə. Bəli. İndi biz oradan düz eneolit daxil olan hissə, ana xaqanlığı erkən Tunçdan qalan dövr isə ata xaqanlığı olaraq qəbul edəcəyik və bizə ana xaqanlığı dövründə olub ata xaqanlığında baş verməyəni götürməliyik. İnsanlar kollektiv halında yaşayırdı. Bax, ana xaqanlığı qəbilədir. Ata xaqanlığı da tayfa. Hələ erkən Tunçda qəbilələrin birləşməsindən ata xaqanlığı tayfanı yaratdı. O da nə ilə bağlı idi? Kişilər, məsələn, ana xaqanlığında belə evdə zadda da görmüş olarsan. Analar daha çox qohumluğa eləyirlər. Görsən biraz olan kimi dayıları qoruyurlar, qardaşları. Atalarda nətərdir? Atalar məsələn qohuma çox önəm vermirlər. Kənarda dostu olsun, o birisi olsun, bu birisi olsun, yığırlar bir ətrafına. Yəni ondan yadda saxlaya bilərsən ki, atalar dözmədi. Gələn kimi biraz qohumlardan bezdi, oradan qohumları, oradan uzaq, dost, tanış hamısını birləşdirdi. Qəbilələri yığdı bir yerə, daha böyük quruluş, tayfa yaratdılar. Aydındır? Bəli. İndi tayfa da, qəbilə də ikisi də kollektivdir. İkisi də kollektivdir. Sadəcə birində qəbilədə qan qohumluğu çox əsas götürülürdü. Tayfada çox əsas götürülmür. Məsəl üçün, bu başqa qəbilədə, o birisi başqa qəbilədir. Bu qəbilələri birləşdirəndə arada qan qohumluğu yoxdur axı. Onun ona fərqi yox idi. Qəbilədə amma qan qohumluğu önəmli idi. Ona görə bax, insan kollektiv halında yaşayıblar. Həm ana xaqanlığında, həm ata xaqanlığında. Amma belə bir şeydirsə, bax, məntiqi proses. Daha böyük kollektivdə yaşayıblar, o ata xaqanlığıdır. Yaxşı. Metaldan alətlər hazırlanır. Ana xaqanlığında mis metalı, eneolitdə. Tunçda da tunç dəmirdən, dəmir dövründə də dəmirdən. İkisində də var. Əkinçilik və maldarlıq meydana gəlmişdir. Əgər, bax, əkinçilik və maldarlıq nə vaxt meydana gəlir, Aynişan? Mezolit. Mezolit. Mezolitdə hansı xaqanlıqdır? Ana xaqan. Ana xaqanlığı. Meydana gəlmiş, başlamış bir şey. Təzədən ikinci dəfə Tunçda meydana gələ bilər. Xeyr, bir dəfə də. Dünyaya gəlsən bir dəfə. İkinci dəfə dünyaya gəlmə bir şey yoxdur. Ona görə də başlanğıc deyirsə, götürdün ana xaqanlığına. Amma desəydi ki, əkinçilik və maldarlıq mövcud olmuşdur. Mövcud olmuşdur. Həm ana xaqanlığında da var, həm də ata xaqanlığında, Tunç dövründə. Bugün özündə də var. Aydındır? Şu, cavab budur, amma digər, əhali sənətkarlıqla məşğul oldu. Sənətkarlıq nə vaxt yaranmışdı? Neolitdə. Neolitdə. Sənətkarlıqla məşğul olursa, neolitdən üzü bugünə kimi. Demək, həm ana xaqanlığında, həm ata xaqanlığında olub.
İnsanlar saxsı qablar hazırlayırdı. Hələ neolitdə dulusçuluq saxsı qablardır. Neolitdən başlayaraq, ana xəqanlığından başlayaraq, ata xəqanlığı da daxil olmaqla bugünkü kapitalizmə kimi saxsı qablar hələ də hazırlanır. Düzdür, az istifadə olunur, amma hazırlanır. Vəssalam. Qaranlıq qalan nəsə var burada? Xeyr. Əla. Gəlsin növbət sualımız. Sizin dərsləri YouTube-a yükləyəcəm. O birisi dərslərdə tez-tez sürətlə gedirik, az suala baxırıq. Amma sizin dərsləri YouTube-a yükləyəcəm, qoy şey olsun. Hələ birincini yükləmişəm, yüklənib bitməyibdir. Müəllim 33. 33. Ləman özün oxu. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumlar yerə düşüb, yenidən cücərdikləri böyütdüyünü müşahidə edirlər. Onlar ağacla, sümüklə və ya sivri daş torpaqla yumşaldıb ehtiyac saxladıqları yaban bitki toxumlarını bir hissəsini bastırırlar. Bu yolla ibtidai insanlar özləri üçün hansı məhsullar əldə etdilər? Amma mən bunu yazmamışam. Aha. Bu nədir? Elə ibtidai əkinçilik. İbtidai nə deməkdir? İlkin. Birinci yaranan. İlkin əkinçilik yarandı da. Maldarlıq deyə bilməzsən. Toxumun cücərməsi ilə niyə maldarlıq yaransın? Heyvanların əhilləşdirilməsi. Əhilləşdirilmə o zaman başlayır ki, ət ehtiyatı artıq qalır, ət ehtiyatı iylənməyə başlayır, saxlamaq olmur da. Onda insan ağlı fikirləşir ki, bu heyvanın balasını qəfəsə salım. Demək, birinci qəfəs üsulu olmalı idi, sonra əhilləşdirilmə olmalı idi. Bəli. Hə, bu heyvana ait xüsusiyyətdir, yoxsa cücərməyə yox. İctimai əmək bölgüsü, baxın, qısa zamanda ictimai əmək bölgüsü ola bilməz. Gərək əkinçilik, maldarlıq yaransın, digər sahələr yaransın ki, o böyük dövr ərzində inkişaf edib, sonradan bölgü yaşansın. Məsəl üçün, belə deyək də, Ehtiram müəllim tezə başlayıbdır, hələ bütün dərsi keçməyib, qayıdıb Aynişana deyir ki, Aynişan, sən bütün tarixi mənə sistemləşdir. Aydındır, olan şey deyil. Dövr keçməlidir, zaman keçməlidir, öyrənilmə olmalıdır, sonra sistemləşmə, bölgüləşmə getməlidir. Bu öz yerində. Bu bir məntiqdir. Nə baxımdan məntiqdir? Məsəl üçün, sən deyirsən, İbtidai əkinçiliyin yaranması, bəzən deyir ki, bizə ardıcıllığı döz. Deyir ki, ibtidai əkinçiliyin yaranması, əmək bölgüsünün baş verməsi. Yəni, sən birbaşa xatırlamalısan ki, ilkin yaranış baş verməlidir, sonra ondan sonra əmək bölgüsü gəlməlidir da. Mən birinci əməyi bölüb, bir şeyi bölüb, sonra başlanğıc verə bilmərəm axı. Elə bir ki, deyirəm ki, Ləman, sən tarixi sistemləşdir, sonra mən sənə tarix öyrədəcəm. Ona görə tarixdə tək əzbərləməyə çalışmayın. Eyni zamanda məntiqi düzməyə. Ola bilər, bəzi şey yadınızdan çıxsın, amma onu məntiqlə tapa bilərsiniz. Vəssalam. Ləman, aydın olmayan bir şey var? Yox, müəllim, yəqin diqqətsiz səhvləmişəm. Aha. Çünki belə səhv yazmaram. Baxaq. Aynişan, neçəyə kimi səhvin varsa deyə gəlsin. $62'dir. Neçə? 62. Qız, səsin gəlmir. Yenə yemək verməyiblərsə? 62 mən. Vallahi başa düşmədim. Bir də dinə. 62. 62. Bəli. Ləman, 62-yə kimi var səhvin? 50 var. 50-yə baxaq. Anaxaqanlığın dövrünü ulu icma dövründə fərqləndirmir. Bax, bu biraz qarışdırıcı sualdır. Anaxaqanlığı dövrünü
ulu icma dövründən fərqləndirmir. Ümumi olsun. Yəni ki, baxın, bu üst paleolitdən eneolit daxil olmaqla, bax bu dövrdə baş verən hadisə ulu icma dövrünü, yəni alt və orta paleolitdə mövcud olmuş ulu icma dövründə baş verən hadisələri ümumiləşdirməlisiniz. Bir-birinə uyğun olsun. Baxa, qohumluğa əsaslanan insan kollektivinin mövcud olması qohumluq qəbilə icmasıdır. Bu anaxaqanlığı dövrüdür. Ulu icmada qohumluq var idi, amma Yox. yoxdur. Demək bu fərqli cəhətdir. Amma biz orada bax nə deyirik? Fərqləndirmir. Fərqləndirmirdirsə demək ümumi cəhət olmalıdır. Bir getdi. Sənətkarlığın yaranması. Sənətkarlıq nə vaxt yaranır? Neolitdə. Bu anaxaqanlığıdırmı? Yox. Anaxaqanlığı dövrünə düşmür bu. Bəli, düşür. Düşür. Amma ulu icmada Bəli. yoxdur axı sənətkarlıq. Bəli. Bu da fərqləndirir. Bu da olmaz. İnsanların istehsal təsərrüfatı ilə məşğul olması. İnsanlar Ulu icmada yox idi. bəli, Amma istehsal anaxaqanlıq. Bax belə bir şey var ha. Bax diqqətli olun. Bax burada keçən dəfə mən izah verəndə bir şey dedim. Yalnız bəzən belə Bəli. deyir. Deyir ki, anaxaqanlığı dövründə insanlar yalnız istehsal təsərrüfatı ilə məşğul olur. Mezolit daxil olmaqla mezolitin yarısına qədər istehlak, mezolitdən sonraki dövr istehsaldır. Ona görə anaxaqanlığında həm istehsal, həm istehlak ikisi də olub. Yaxşı? Bəli. Hə. Burada isə bizə deyir, insanların istehsal təsərrüfatı ilə məşğul olması bu anaxaqanlığına aiddir. Ulu icmada yoxdur. Bəli. Demək, bu da fərqləndirən xüsusiyyətdir. Avtomatik sildik. İstehlak təsərrüfatının mövcud olması. İstehlak təsərrüfatı həm ulu icmada mövcud olub, həm də anaxaqanlığında. Anaxaqanlığında yenə deyirəm, görürsünüz, eyni dediyim məsələyə toxundu, gəlib. Anaxaqanlığında hər ikisi var idi. Ulu icmada bir dənəsi var idi. Demək, onun ulu icma ilə ortaq xüsusiyyəti var. Cavab da yalnız 4. Bəli, başa düşdüm. 62-yə kimi zaman varsa denən, yoxdursa keçirik 62-yə. 62 qədər yoxdur. Yoxdur. Baxırıq 62 görək. Buraları keçən il oxumuşdum, ona görə asan gəlir. Çox səhvim yoxdur. Aha. Azərbaycanda ulu icma və qəbilə icmasının mövcudluq dövrünə aid ümumi cəhəti müəyyən edin. Əslində aynışam. Bayaqçı ilə eyni sualdır. Bax, bayaqçı o Ləman 50-ci sualı verib ha. Onun şərtini fərqli qoyublar, bunun şərtini fərqli qoyublar. Amma məna eynidir. Ümumi cəhət olsun. Bax, alt paleolit, orta paleolitdə davam etmiş ulu icma ilə qəbilə icması, yəni üst paleolitdən eneolit daxil davam edən qəbilə icması ilə eyni uyğunluq olsun. Yəni anaxaqanlığı dedin ya da qəbilə icması düşür da, eyni şeydir. Dəvəgözü və çaxmaqdaşından kəsici alətlərin hazırlanması. Bax, belə deyəyim. Dəvəgözü və çaxmaqdaşı, aynı şan. Bunlar necə çıxırdı dəvəgözü ilə çaxmaqdaşı? Necə çıxırdı? Necə? Bilmirəm ki. Bilmirsən, problem yoxdur. Səndə bilsən nə var? Bilmirəm qorxusu var. Bala, o qorxunu qoy kənara. Yaxşı? Səsin möhkəm çıxsın. İstəyirsən bil, istəyirsən bilmə. Biraz səsin. Mən bunu yavaş deyim. Nətər? Şahanə müəllimdə elə şikayətçidir bu yavaş danışmağımdan. Mən özüm belə yavaş danışıram. Möhkəm Yox, danışıram. indi yaxşı gəlir səsin. Bala, sən müəllim deyilsən, sən pedaqoq deyilsən, sən alim deyilsən, hər şeyi biləsən, səhv eləyəsən. Səhvdən problem deyil. Sən sadəcə sual nədir? Biraz yüksək səslə cavablandır. Vəssalam. Qalan zaman həll olacaq. Oldu?
Dəvəgözü, çaxmaq daşı, kəsici alətlərin hazırlanması. Bax, çaxmaq daşı bir-birinə vurmaqla süni od əldə edirdilər. Bəli. Süni od nə vaxt yaranmışdı? Orta paleolit. Orta paleolit. Sən çaxmaq daşıdır, dəvə gözüdür, obsidiyandır, vulkan tufudur. Bunları gördün, bil ki, bunlar vulkanik suxurdur. Və oradakı çaxmaq daşı gördün, o dəqiqə yadıma süni odu yada salırsan. Süni odu bilirsənsə, artıq bilirsən ki, dəvə gözü və çaxmaq daşından alətlər nə vaxt hazırlanmağa başlayıb. Belə süni odun yarandığı dövrdə. Aydındır? Evet. Vəssalam. Oturub da möcüzə axtarmağa ehtiyac yoxdur. Bu bir. Həqiqətən də biz baxırıq ki, orta paleolit, ulu icma dövrü, qəbilə icması da üst paleolitdən. Bax, indi orada deyir ki, hazırlanması. Hazırlanması deyirsə, orta paleolitdən tutmuş, davam eləyir. Bir də deyir ki, hazırlanmağa başlaması. Hazırlamağa başlaması onda orta paleolit. Sən daha şeyə keçmirsən. Qəbilə icmasına keçmirsən. Başlaması dedi orta paleolit, ulu icma. Amma hazırlanması deyirsə, sən dedirsən ki, hə, orta paleolitdə başlayıbsa, bu üst paleolitdə də, mezolitdə də, neolitdə də, eneolitdə də hamısında da hazırlanıb. Aydındır? Bəli. Onda ikisinə də verə bilirsən. Bax, bu ikisi kündə oldu ümumi cəhət. İnsanlar yalnız yığıcılıq və ovçuluqla məşğul olması. Gəl belə deyək, ulu icma dövründə, hə, insanlar yalnız ovçuluq və yığıcılıqla. İlk peşələri idi axı. Amma qəbilə icmasına gələndə qəbilə icması eneolit daxil davam edir. Biz yığıcılıq, ovçuluğu qoyaq kənara, neolitdəki 4 dənə sənət növünü yada salaq. Dulusçuluq, toxuculuq, Bəli, sonra dərikləmə, maldarlıq. bir də daş işləmə. Bəli, daş. Baba 4 dənə sənət növünü görməklə deyirik ki, qəbilə, o dövr qəbilə icmasıdır axı. Demək, insanlar yalnız yığıcılıq və ovçuluqla məşğul deyil, eyni zamanda sənətkarlığın növləri ilə də məşğul idi. Aydındır? Ulu icmada yığıcılıq, ovçuluq, qəbilədə yığıcılıq, ovçuluqdan başqa əkinçilik, maldarlıq, dulusçuluq və s. ardı gedir. Aydındır? Bu fərqli cəhətdir. İnsanlar ana xətti ilə qohumluq əsasında. Ana xətti ilə qohumluq əsasında birləşmə bunlardan hansında olar? Qəbilə icması. Qəbilədə. Bəli. Onda aynışan, mütəşəkkil yoxsa qeyri-mütəşəkkil kollektiv? Mütəşəkkil. Mütəşəkkil. Əkinçiliyin insanların məşğuliyyəti içərisində əsas yer tutması. Yox. Bundan əvvəl, bu birinə aid oldu, 3 getdi. Axirət dünyasına inamın mövcud olması. Axirət dünyasına inam nə vaxtdan başlayır? Orta paleolit. Ulu icma var idi orada. Bəli. Ulu icma var idi o zaman, orta paleolitdə. Bəli. Bəli. İndi bax, desək ki, axirət dünyasına inam yarandı, orta paleolit. Yarandı deyirsə, hələ ulu icmada saxlayırıq. Amma deyirsək ki, axirət dünyasına inam mövcud olması, bugünkü gündə də axirət dünyasına inam mövcuddur. İslamda cənnət, cəhənnəm məsələsi. Axirət dünyası deyil. Bəli. İncil, Tövratın özündə, digər din kitablarında axirət dünyasına inam. Zərdüştlükdə keçəcəyik. Orada axirət dünyasına inam var. Növbəti həyatın davam etməsi. Bəli. Bəli. Yəni ona görə də orta paleolitdən başlayaraq bugünümüzə kimi axirət dünyası öz mövcudluğunu saxlayır. Ona görə də həm ulu icmada, həm qəbilə icmasında, hətta kapitalizmdə belə axirət dünyasına inam mövcudluğunu saxlayır. Aydındır? Bəli. Başa düşə bilirsən? Nəsə qaranlıq qalan bir şey varsa dinə. Bəli, mövcud olması desə ikisinə də veririk. Yaranması desəydi ulu icmaya verəcəkdik.
Bu da ümumi cəhətdir. 1.4 ümumi. Əkinçiliyin insanların məşğuliyyəti içərisində əsas yer tutması. Əkinçilik əsas yer tutması, inkişaf etməsi. Neolit. Neolit. Neolitdə hansı icma mövcud idi? Neolitdə ana xaqanlıq. Ana xaqanlığı, yəni qəbilə. Vəssalam. Bu da birinə aiddir, o birisinə yox. 1.4. Şu. Gəlsin növbəti sualımız. Hı, 69. Yaman var 69-a qədər. Yox, müəllim, yoxdur. Bunu keçən il səndən getmişdi, eləmi? Bəli, müəllim, mən elə testlərdə öyrənmişdim da bunu. Aha. İbtidai icma quruluşunun aid hadisə nəticə əlaqələrini müəyyən edin. Baxa. Aynı şan. Biraz səs yüksək. Davam edirik. Qədim insanların yaşamaq uğrunda mübarizə aparması, insanların əmək alətləri hazırlaması. Ola bilər bu. Bəli. Bəli. Əmək fəaliyyətinin genişlənməsi, insanların şüurunun inkişaf etməsi. Səncə ola bilər? Bəli. Bəli, Bəli, məncə. olacaq. Baxın, uşaqlar. Bax, bir doğrudur. Nəyə görə doğrudur? Gəlin belə deyək də, ilk dövrdə insanlar bitki, toxumlar yığırdılar. O toxumları yığandan sonra onu yemək üçün əzmək lazımdır. Əzmək üçün onu zədələməlisən. Zədələmək üçün alət lazımdır. Bu bir. Yəni, toxumları əzmək üçün belə şeylər də deyə bilər burada. Qaldı, yaşamaq uğrunda mübarizə. Bu nədir bəs? Vəhşi heyvanlardan qorunmaq. Məsələn, vəhşi heyvanlardan qorunmaq üçün daşdan istifadə edirdilər. Görürlər ki, o vəhşi heyvan gələndə daşla vurduqda onu yaralayır. Ona zədə törədir. Zaman bax, öyrəşdilər o zədələr nəticəsində, o zədə vermə nəticəsində daşın kəsici alət olduğunu qəbullanmağa. Ondan sonra başladılar alətlər hazırlamağa. Bax, biri bu. Əmək fəaliyyətinin genişlənməsi, insanların şüurunun inkişaf etməsi. Baxın, bacarıqlının Neandertala çevrilməsi prosesi. Neandertal keçən səfər demişdim, müasir insan tipi, yeni insan tipi. Müasir dedikdə ağıl üstün tutulur. Yeni dedikdə quruluşun dəyişməsi, insanın formasının dəyişməsi nəzərdə tutulur. Bacarıqlının Neandertala çevrilməsi prosesi onun əl qabiliyyətinin artması ilə əlaqədar idi. Yəni ki, yeni əmək alətlərini hazırlamağa başlaması ilə əlaqədar bir prosesdir. Şura təsir eləyir. Necə təsir eləyir? Bax, gəlin belə deyək. 1-ci sinifdə yazı xəttinizlə 5-ci sinifdə yazı xəttiniz eyni ola bilər. Zaman düzəlir də. İndi sən təsəvvürlə, sən artıq eyni şeyi dəfələrlə etdikcə daha şuurlanırsan. Heç onu qoyaq kənara, tarixdən misal çəkək. Birinci elə bir dərsi alırsan, bir dəfə oxuyursan, bir də var 5 dəfə oxuyursan. 5-ci dəfə oxuyanda daha yaxşı anlayırsan. Niyə? O oxuduqca söz ehtiyatın artır, sözü daha yaxşı anlamağa başlayırsan. Bax, gördün? Ağıl faktorunda da belədir, bacarıq faktorunda da belədir, yəni əl qabiliyyətində. İkisi də şuuru inkişaf etdirir. Ona görə əmək fəaliyyəti genişlənir, insanların şuuru inkişaf edir. Toxuculuğun meydana gəlməsi, ibtidai incəsənətin yaranması. Bax, toxuculuq bir sənətdir. İbtidai incəsənət, yəni bu yaranıbdır neolitdə. Amma ibtidai incəsənət ilk dəfə qayaüstü rəsmlər idi.
daha geniş şəkildə. Bax bu mezolit dövrünü əhatə edir. Yaxşı, bəli. Ona görə toxuculuq ilkin deyil ki, biz ibtidai incəsənətin yaranması deyək. Məsələn, mezolit, qayaüstü rəsmlər ibtidai incəsənət. Bunu deyə bilərik. Toxuculuq bir incəsənət ola bilərmi? Deyə bilərik. Amma ilk olaraq yox. Sonrakı incəsənətin inkişafı üçün deyə bilərik. Aydındır? Bəli. Misdən alətlərin hazırlanması, toxadan istifadə edilməyə başlaması. Mis toxa ilə yeri şumlamaq olar? Xeyr. Təbii ki, yox. Avtomatik getdi. Yox. Gəlsin növbəti sualımız. Cavabımız orada 1-2 olacaq. 76. 76, 77. 76, 77. Yox, mən qarışdırdım. Aha, 78. 78. aha, baxarıq ona da. 76 paleolit dövrünü mezolit dövründən fərqləndirmir. Yenə eyni şəkil fərqləndirməsin, yəni ümumi xüsusiyyət. Biz Lamanla gedək də bunu. Sümükdən alətlərin hazırlanması. Laman, sümükdən alətlər hazırlanmağa başladı nə vaxt? Neolitdə. Başladı. Hə, paleolitdə. Hansı paleolitdə? Orta. Ay Laman, keçən dəfə belə bir vurğulama elədim. 2021-ci ildə qəbul testlərindən birinə gəlmişdi. Verirdi paleolit dövrü. Paleolit dövrünə aid olmayan hadisəni seç. Və sualda deyirdi ki, paleolit dövründə yalnız əmək alətləri daşdan hazırlanırdı. Dedim yalnız sözünə görə səhv götürülürdü. Çünki həm daş, həm yerqazan çubuqdan istifadə olunurdu. Həm də sümükdən istifadə olunurdu. Bəli. İlkin əmək alətləri, sivri daş, yerqazan çubuq, bunlar əl çapacaqları, bunlar hamısı alt paleolitdə yaranıb. Və yerqazan çubuq ağacdan, orada sonra dəyənək var idi. Dəyənək o heyvanların but hissəsinin sümüyü var. Ondan hazırlanırdı. Daşdan da o çapacaqlar zat, sivri daş, bunlar hazırlanırdı. Yəni alt paleolitdə ilkin əmək alətlərində həm daşdan, həm sümükdən, həm ağacdan istifadə ediblər. Aydındır? Bəli. Yaranış o dövrdür. Amma hazırlanma deyirsə, düz Tunç dövrünə qədər daşdan əmək alətləri hazırlanıb, həm daşdan, həm sümükdən, həm də ağacdan. Tunç dövrünə qədər əmək alətləri hazırlayıblar. Tunç metalı süni və bərk metal olduğundan artıq tunç metalı ortaya çıxandan sonra daşdan zaddan əmək alətləri, sümükdən, ağacdan əmək alətləri hazırlamağı qoydular kənara. Aydındır? Bəli. Yaddan çıxmasın. Ay Nişan, başa düşə bildin? Bəli. İlk yaşayış məskənlərinin salınması. Baxaq görə ilk yaşayış məskənləri salınması. Baxın, bir var ilk şəhər mərkəzləri. Bax, ən çox qarışdırılan hissə. Bir də var ilk yaşayış məskənləri. İlk yaşayış məskənləri mağaralardır. Elə ha vaxt salınıbdır Laman mağaralar. İlk yaşayış məskənləri. Nə vaxt olar Laman? Oxumuşdum onları. Ay Nişan, deyə bilərsən? İlk oyun için. Azıq mağarası, Dağlar mağarası olar deyirsiniz. Bəli, bəli. Onlar 2 milyon il əvvəl. Bəli, onu deyəcəkdim mən. 1.5 milyonda, Azərbaycanda 1.5. 2 milyon Kenya, Tanzaniya, Afrikadadır o.
Yaxşı. Bəli. Baxın uşaqlar. İlk yaşayış məskənləri, mağaralar alt paleolitdə yaranıb. İlk insanın yaranması ilə. Yaxşı. İlk şəhər mərkəzləri isə Orta Tunçdur. Hansı ki, demişdik ki, ən qədim şəhərimiz Naxçıvan. Aydındır? Bəli. Ona görə burada ilk yaşayış məskənlərinin salınması deyirsə, biz alt paleolit götürürük, paleolit dövrünə. Mezolitə bunu aid edənmərik. Fərqli xüsusiyyətdir. Bizdə isə ümumini istəyir sualın şərtinə görə. Sümükdən alətlər hazırlanması hər ikisində var. Bəli, bir Bəli. doğrudur, iki yanlışdır. İnsanların ulu icmada yaşaması. Aynı şan, ulu icma hansı dövrlərdə mövcud olub? Alt paleolit, bir də orta paleolit. Bəli, biz burada mezolitdən danışa bilərik. Xeyr. Xeyr, demək fərqlidir, getdi. Axirət dünyasına inamın mövcud olması. Axirət dünyasına inam nə vaxt başlayır? Orta paleolitdə. Orta paleolit. Nə kimi mövcuddur? Bəli. Demək paleolitdə də olacaq, mezolitdə də. Hələ cavabımız 1 ilə 4. İndi də yuxumuz gəldi. Bugün tez başlamışdıq axı. Biraz başlanğıçda olur uşaqlarda elə şeylər. Hə. Aynı şan başa düşə bildik. Ayşəm getdi. Devam edirik. Laman. Başa düşməsən deyərsən Aynişan. Laman 78-ci sual. Aynişan başa düşə bildik əvvəlki testi. Bəli. 78. Müvafiq olaraq damcılı. Hə, burada qəşəng yerlər qoyub. Bu rayonları bilməyimiz vacibdir. Baxaq görək Laman. Rayonlardan keçən səfər göstərmişdik. Bəli. Baxaq indi sən bu rayonları necə bilirsən da? Bax 5 hansı rayondur? Ha, 5 hanı. O Evet. tərəf Kəlbəcərdir. yox 5. Bax 5'ə bax. Bir dəqiqə, mənim yazımdan çıxdı yola. Ayşan 5-ci rayonu bilirsən? Qazaxdır mən. Qazax. Yaman Qazaxda 2 dənə mağara var. Hansı mağaralar? Qazaxda Daşsallahlı və Damcılı. Bəli, görsən ardıcıllığı qorumalıyıq. Burada damcılı verib. Demək 1'ə 5. Birinci mağaramız 5'də Qazaxdadır. Sonra bax 2. Bura Kəlbəcərdir. Kəlbəcərdə Zar mağarası. Kəlbəcərdə Zar mağarası. Bəli. Bu 2. 3'ə baxırıq. Bax 3. Buzeyir də Lerikdədir. Bəli, Lerikdə də Buzeyirdir. Lerik Buzeyir mağarası. Bax 4. 4 haradır? Füzuli rayonu. Füzulidə mağara var mı? Yox. Sizin uyğun verilmir. Desəz ki, müəllim, niyə mağara yoxdur? Onun da bir açıqlaması var. Çünki mağara əsasən köçmə suxurların, əhəngdaşı suxurlarının, yuyulan suxurların olduğu yerdə olur. Füzuli əsasən düzənlik hissədir. Orada yuyulan suxurlar çox yayılmayıb. Ona görə mağaralar da Füzulidə çox deyil. Bax 1 isə 1. Şuşadır. Şuşada da elə böyük bir mağara yoxdur sizə aid olan. Ona görə də ehtiyac yoxdur.
Amma yerini bilin. Çünki 11-ci sinifdə biz müharibələrdə, 1-ci, 2-ci Qarabağ müharibələrində Şuşanın alınması, işğalı, geri qaytarılması haqqında danışacağıq. Bu öz yerində. Ləman, cavabımız 5, 2, 3. Bəli. Davam edirik. Buyurun. Gəlsin sualımız. Yetmiş dokuz mu? Ləman var 79-a qədər. Yox, yoxdur. Hə, 79 mən də səhv yazmışam. Qədim insan məskənləri. Yəni alt paleolitdəki həmən mağaralar. Bax, bir-bir yerləri deyirəm, rayonları. 1. Zakatala rayonudur. Zakatala. 2. Kəlbəcər. Bəli, Hələ biz bayaqlarım Kəlbəcərdə Zar mağarasını dedik. bəli. Demək biri bura qədim məskənlərdən biri budur. Zar. 3-ə baxın. İsmail. İsmailli. Bəli. Cəlal. 4-də 4 hara ola bilər? Cəllabad. Cəllabad. Cəllabadda nəyi demişdik biz? At sümüyü demişdik. Bəli, əhəlləşmiş at sümüyü. Ləman hansı dövrə aid idi bu əhəlləşmiş at sümüyü? İlk insan nədir? İlk heyvan əhəlləşdirilməsi. Ora baxma. Ora baxma. Mezolitaydı da, o əvvəllər baxırdım. Yox. Anişan, atın əhəlləşməsi nə vaxta aiddir? Enolit. Enolit. Sən mən gözümün qabağında ora baxırsan. Burada göstərmiş heç nə yox. Olmaz. Burada nə var onu çıxart. Bilim ki, nəyi bilmirsən. Bəli, Eneolit dövrünə aiddir. Bax 1. Qədim insan məskənləri Zar. 2-ni götürdük. Qayalar üzərində təsviri sənət nümunələri aşkar edilmişdir. Qobustanda 5. 5 Qobustan deyil. Yox, ora deyil. Abşerondur. Abşeron. Burada sən bir dənə cavab seçirsən, o da 2 olur. Qayalar üzərində təsviri sənət nümunələri. Keçən səfər yadınıza gəlir, demişdim ki, qayaüstü rəsmlər mezolit dövründə Qobustanda olsa da, üst paleolitə aid Kəlbəcər ərazisində vulkanik qayalardan cızmalar tapılmışdır. Yadınıza gəlir bu. Bəlkə onu bir dənə qeyd eləyək. Qeyd eləyin. Qarışdırıcı hissədir bu. Mezolitlə, bax bu üst paleolit. Yazın ki, əsas qaya üzərindəki rəsmlər mezolit dövrünə aid olub Qobustandan tapılsa da, vergül, Qobustandan tapılsa da, vergül, iç qayaüstü rəsmlər Kəlbəcərdə vulkanik qayalar üzərindəki cızmalar idi. Kəlbəcərdə vulkanik qayalar üzərindəki cızmalar idi.
və bu cizmalar üst paleolit dövrünə aid edilir. Və bu cizmalar üst paleolit dövrünə aid edilir. Yəni biz ibtidai incəsənət dedik ki, mezolitdə yaranıb da. Burada da cızmalar varsa, Belə bir şey. rəsmlər varsa, niyə üstün? Hə, belə bir şey olacaq orada, aynı şan. Desək ki, ilk ibtidai incəsənət, onu sən verəsən üst paleolitə. Amma desək ki, ibtidai incəsənətin geniş yayılması, orada indi ibtidai incəsənətin geniş əsaslandırılması nəzərdə tuturdu. Ona görə mezolitə verdik. Aydındır. Bu sadəcə qısa bir nümunələrdir. Cızma qara var hələ belə. Amma mezolitə baxırıq. Mezoliti biz niyə açıq səma altında muzey mədəniyyəti adlandırırıq? İlkin ibtidai incəsənətin geniş şəkildə biruza verdiyi dövr oradır. Aydındır. Elə bil ki, belə deyək də, hardasa elə bir o dövrdə yaşayırsan, çıxmısan ov eləməyə, əlvə bir daş keçib, hələ belə qayaya götürüb belə rəsm çəkmisən. Onunla indi götürüb mezolit dövründəki adam qayıq şəkilini eyni eləmək olmur da. Başa düşdün? Hə. Geniş kütləvi şəkildə deyəndə mezolitə verir. Ha, ilkin ibtidai əmək, ilkin ibtidai incəsənət deyəndə hə, onu götürə bilərik. Orada o şəkildə demədiyinə görə mən onu vermədim. Orada da niyə demədim? Çünki orada desəm beyninizi qarışdıracaq. Çünki bu sualları bilirəm ki, hə, qabaqda nədir, nə deyil proqramda. İndi ümid edirəm ki, heç bir qarışıqlıq yoxdur. Tam başa düşdün? Bəli. Əla. Davam edirik. Buyurun. Nə varsa sualınızı verin. Üzr sayın müəllimi. Biraz çox danışıram, boğazım qurudu. Verin Mən sual. də sualım yoxdur. Bitti. Axıra kimi yazmışdın bunu. Bəli. Yaman. Məndə bir dənə 81 var. Heç bir sualınızı saxlamayın. Dərsə qoşuldunuz, məndə utanma olmasın. Ha, məndə 10 dənə, 12 dənə səhv var. Aynışan, sən biraz Simandan elə görsənsən, utanıram, sualımı verməyim, bu sadədir. Yaxşı, Hamısını verirəm. hamısını vermək lazımdır. Qədim daş dövrünün sonlarında. Ləman, qədim daş dövrü dedikdə hansı dövrü nəzərdə tutur? Alt paleolit, üst, alt, orta üst. Qız, ümumi şəkildə, bax dilimlə deyirəm, qədim daş dövrü dedikdə hansı dövrü nəzərdə? Paleolit. Paleoliti. Mezolit. Bax. Paleolit. Biz sən indi burada üçünə də aid edəndə gedişat pozulur. Qədim daş dövrü dedikdə hansı dövrü nəzərdə tutur? Paleolit. Paleolit, saxladın. Mən sən demirəm ki, mərhələlərini say. Ümumi paleoliti nəzərdə tutur. Bu getdi. İndi qədim daş dövrünün sonu deyir. Sonuncu mərhələsi hansıdır? Orta. Üst paleolit. Üst paleolitə aid olanları seçəcəyik. Nəsli icma meydana gəldi. Bəli. Düz deyirmi? Qan qohumluğu da qəbiləni deyir. Bu doğru. Cəmiyyətdə anaxaqanlığın hakim olduğu dövr başladı. Hə. Üst paleolitdir də. Təbii ki, üst paleolitdir da. Anaxaqanlığı yarandı demək istəyir burada. Sadəcə cümləni biraz uzadır. Qədim insanların ilk bircə yaşayış forması meydana gəldi. Qədim insanların ilk kollektivi, ilk bircə yaşayışı necə adlanırdı? Ulu icma ilk olur. Ha, bu alt paleolitdir da. Bunu verə bilmərik. İnsanlar obsidiyandan alətlər hazırlamağa başladı. Obsidiyan, çaxmaq daşı, bayaqlarım aynı şanla. Nə vaxt olar o? Qız, çaxmaq Sonda olar. Qız. Sonlarda. Qız. Çaxmaq daşı
bir-birinə vurmaqla süni odu nə vaxt əldə etdilər? Süni odu ortada. Orta Orta paleolit. paleolit. Demək çaxmaq daşıdır, obsidiandır, vulkanik tufdur. Bunlar eyni suxurlardır da, vulkanik suxurdur. Demək ki, obsidiandan da alətlər hazırlanmağa başlayıbdır orta paleolitdə. Aydındır? İndi Bəli. orta paleoliti biz paleolitin sonu kimi götürə bilərik. Məncə bəli. Aygın, Yox, son kimi yox. Yox, son kimi yox. hələ ortası kimi götürsən də sonuna niyə gedirsən ki? Hə. Vəssalam, bu da olmaz. Ona görə 1-2. Sonra, bax burada 96-ya kimi test var ha. Axırdakı o maraqlı testləri ümid edirəm yazmısınız. Yazmışıq. Yazmışıq. Yaxşı. Onda bu kaydı burada dayandırıram ki,